Salam əziz şagirdlər. Bu video izahımda dəyər nəşrlərinin sınaq 8 və 8-ci siniflərin riyaziyyat suallarının izahını verəcəm. Sınaq 24 may 2026-cı ildə keçirilib. Dəyər nəşrlərinin sınağıdır. Keçək sualların izahına. Deməli, 26-cı sualda nə deyir? Aşağıdakilərdən hansının qiyməti 0.5-ə bərabərdir? Təbii ki, buradan biz bilirik ki, yəni trigonometri nisbətlərə aid olan sualda B variantı, yəni kosinus 60 dərəcədə verir 2-də 1. Bu da eləyir 0.5 ilə. B variantı. 27-də OY oxuna nəzərən 2-3 nöqtəsinə simmetrik olan nöqtənin koordinatını tapın. Nəzər nöqtəsi dediyi nöqtə, məsələn, tutalım ki, bu Y, bu X olsa, məsələn, A, tutalım ki, 2, 3. OY oxuna nəzərən 2-3 nöqtəsinə simmetrik olan nöqtədə Y qalır, X dəyişir. X olur mənfi 2, Y olur 3. Mənfi 2, 3 olur A variantı. OY güzgüdür də. Fikirləşin ki, baba, bu OY oxu, bax, bu ox güzgüdür. İndi A kvadrat ifadəsi neçə fərqli tam qiymət ala bilər? Kvadrata yüksəltsəm 2-nin kvadratı 4, kiçikdir A kvadrat, kiçik bərabərdir 16. 16 çıx 4 eləyir 12 dənə. Niyə 16-dan mənim 4 çıxdınız? Elə bir ki, belə deyim də sizə. Bax, əgər AB ifadəsi verilibsə, məsələn, tutalım ki, 2, 5. Neçə dənə tam ədəd var? 3, 4. 2 dənə tam ədəd var. Bunu 5 çıxılsın, 2 çıxılsın, 1 yazırsan. Sonra, əgər bir tərəfdə parça mötərizə, məsələn, B və yaxud da A tərəfində parça digər tərəfində almırsa, məsələn, tutalım ki, 2, 3 yazmayaq. Məsələn, yazaq 2, 5. Neçə tam ədəd var? 3, 4, 5. Nətər tapmaq olar? Bunu başqa cür 5 çıxılsın, 2 kimi tapmaq olar. Və yaxud da hər iki tərəfdə də parça mötərizədirsə, yəni hər iki ədədi alırsa, məsələn, 3, 5. Onda 5 çıx 3, üstə gəlsin 1. 2, 3-dən həqiqətən bax 3, 4, 5. Aydın oldu yəqin ki. 29-da əkop A 150. 150 olarsa A-nın mümkün qiymətlərin sayını tapın. Burada məsələn A1, 2, 3, 5, nə bilim mən 10 bu qaydada gedə bilər də, yəni çoxdur da. Bir durub bunu yazmayacaq ki. Bunun üçün nə edirəm? Yəni əkop A-nın mümkün qiymətlərin sayını tapmaq üçün bunun 150 olması üçün bu 1-dən 150-yə kimi, 150-yə bölünən natural ədədlərin sayı. 2-yə bölürəm 75, 3-ə bölürəm 25, 5-ə bölürəm 5, 5, 1. Natural bölənlərin sayını tapmaq üçün 150 nə demək oldu? İndi 2 vur 3, hərəsinin üstünə 1-dir, vur 5-dən 2 dənə. Oldu deməli 1 üstə gəl 1, natural bölənlərin sayı 1 üstə gəl 1, 2 üstə gələnsin 1. Oldu 2 vur 2, vur 3. 12 dənə. E variantı. 30-da ABC bir-birinin at çoxluğudur. Məsələn, bax, fikirləşək ki, bu formada iç-iç olan çevrələrdir. İç-iç olan çevrələr. Bir dənəsini çəkək burada. Məsələn, bu formada çevrələrdir. Bunun böyüyü təbii ki, C çoxluğudur. Sonraki B'dir. Sonraki A çoxluğudur. İndi A'da 2 element var. B'də 5 element varsa özünə tək 3'ü düşür. C'də 11 element varsa 3, 2, 5'i var. Düşür 6 element. Sonra ne ki? Yalnız ikisinə daxil olan. Yalnız ikisinə daxil olan haradır? Yalnız ikisi dedik. Məsələn, mən durub 3'dən 2'ni götürə bilmərəm. Və ya 2 hər üçünə daxildir. Düzdürmü? Məsələn, 3 element C'dən B'yə daxildir, A'ya daxildir. 6 bəs 6 təkcə C'yə daxildir, B'yə daxil deyil. Düzdür? Onda olur 3 element E variantı. Yəni hər ikisinə daxil olan element sayı əslində yalnız ikisinə daxil olan elementlərin sayını tapın. Burada bir məsələ var.
Bir dəqiqə. Bax, 3 hər ikisinə daxildir. Düzdürmü? 3 dənə element həm C-yə, həm B-yə daxildir. Başqa 2 deyil. 2 deyil. 6 təkcə C-yə daxildir. 6, 3, 3 hər ikisinə daxildir. Başqa yoxdur. Elə variantı doğru cavab edir. Sonra 3də 1 dörtgüç kəsilən arasında yerləşən və məxrəci 24 olan adı kəsilən sayını tapın. Deməli, yerləşən məxrəci 24 olan adı kəsilən sayını deyir. Mən birincini 24-də 8 yazıram. İkincini 24-də 18 yazıram. Arasında yerləşən deyirsə, elə bir ki 24-də 9-u da götürürük. 24-də 17-ni də götürürük. Bayaq dediyim kimi 9-17 arasında ədədlərin sayı. 17 çıx 9 üstə gəlsin 1. 18, 9 dənə. A variantı. İfadəsinin qiymətini hesablayın. Deməli, kök altında 210 vurulsun. Kök altında 3, kök altında 5'e vuranda kök altında 15 vurulsun. Kök altında 7, kök altında 2. Kök altında 7 ilə 210 gedir. Qalır kök altında 30. Bu da gedir. Qalır kök altında 2. Kök 2 ilə kök 2'ye vuranda cavab olur 2. X və Y tərs mütənasib kəmiyyətlərdir. X bərabərdir K bölünsün Y. Bu formada da tərs mütənasib kəmiyyətlər olur. X kəmiyyəti 4 dəfə artıqdır, Y kəmiyyəti necə dəyişər? 4 dəfə azalar. Tərs mütənasibdirsə. Uyğun tərəflər perpendikulyar olan bucaqlar 7-3 nisbətindədir. Uyğun tərəflər perpendikulyar olan bucaqlar ya biri-birinə bərabərdir, ya da onların cəmi 180-dir. Yəni 10K bərabərdir 180-ə, K bərabərdir 18. Amma perpendikulyar olan bucaqlar 7-3 nisbətindədirsə bərabər deyil. K 18. Bu bucaqların fərqini tapın. 7-dən 3 çıxan nə eləyir? 4K. 4'dən 18'ə vuranda 72. B variantı. Düzbucaqlı üçbucağın düzbucağının tən böləni hipotenuza 70 dərəcəli bucaq əmələ gətirir. Bir dənə düzbucaqlı üçbucaq çəkək baxaq. Düzbucaqlı üçbucağın düzbucağının tən böləni hipotenuzda 70 dərəcəli bucaq əmələ gətirir. Tam ki 70 dərəcəli bucaq əmələ gətirdi. Bu düzbucaqlı üçbucağın böyük iti bucağını tapın. Bura 70'dirsə, bura 45'dir. Onda bura neçə olur? Deməli, 70, 45, 115 dərəcə. Bura qalır 65 dərəcə. Böyük iti bucağını soruşursa, böyük iti bucağını soruşursa 65 dərəcə. Aşağıdakilərdən hansı düzbucaqlı üçbucağın tərəflərinin nisbəti ola bilər? Pifagor olmalıdır. Pifagor ədədləri 3, 4, 5. Çünki 3K, 9K kvadrat üstəgə 16K kvadrat 25K kvadratına bərabərdir. Bundan da 5K çıxar. 37. Çevrələrin radiusları 4, 6 və 12 santimetrdir. ABC-nin təpə nöqtələri çevrələrin mərkəzlərində olursa bu üçbucağın perimetrini tapın. Radiusları fikirləşək, bax, yaxına gətirib baxıram. 4, 6, tutam ki, bura 4. Bura 6'dırsa, burada 6'dır. Bura 12'dirsə, burada 12'dir. Onda burada 4'dür. Düzdürmü? Bəli. Bu üçbucağın perimetrini tapın. Deməli, buradan bura kimi məsafə 10. Buradan bura kimi məsafə 18. Buradan bura kimi məsafə isə 16. Deməli 28 üstünə də 16 gələndə 44. Cavab olur E variantı. Paralelogramın 2 daxili bucağının cəmi 140 dərəcədir. Bir dənə paralelogram çəkək. 2 daxili bucağının cəmi 140 dərəcədir. Yəni alfa, betanın cəmi yox. 2 daxili bucağının cəmi 140 dərəcədirsə, söhbət iti bucaqlardan gedir. İti bucaqlardan 2 beta 140'dır. Onda iti bucağı olur 70 dərəcə. Böyük daxili bucağını tap. Beta 70 dərəcədirsə, bunların cəmi də 180 olmadı. Onda bura olur 110 dərəcə. B variantı. Y bərabər 5x funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Deməli, Y bərabər 5x funksiyasının qrafiki koordinat başlanğıcından keçən qrafikdir.
Bu formada bir qrafikdir. Onda yerləşir deməli birinci rübdə və üçüncü rübdə. B variantı. Nöqtələrinə keçən düz xəttin bucaq əmsalını tap. Düz xəttin bucaq əmsalının bax iki cür yolunu öyrədəcəm sizə. Deməli, -2 nöqtəsini qurmağa çalışaq. 1, 2. -2. 1, 2. Bir düstur yolu var, bir də şəkil yolu. Şəkil yolunu bilməyinizin sizə xeyri var. Çünki şəkil yoluna bəzən sahəni istəyir, onda rahat şəkildə tapın. 1, 2, -2. 1, 2. 1, 2. -2. Şəkil yolun hökman bilin. Bax, bu iki nöqtədən keçən söhbət düz xətdən gedirsə, bu iki nöqtədən keçən düz xətdən belə bir düz xət çəkək, onu ora qoyaq. Deməli, fikirləşək ki, düz xət belədir. Təbii ki, koordinat başlanğıcından keçməyə bilər də, yəni şərt deyil ki, koordinat başlanğıcından keçsin. İndi, bizdən bucaq əmsalını soruşursa, bucaq əmsalı dediyi, bax, söhbət bu bucaqdan gedir, qara xətdən göstərirəm, bu bucaqdan. Bu bucağı tapmaq üçün, burada bir dənə düz bucaqlı üç bucaq quraram. Bax, düz bucaqlı üç bucağı nətər qurarsan ay müəllim? Bax, belə bir düz bucaqlı üç bucaq quraram. Qurduq belə bir düz bucaqlı üç bucaq. Duraram mən buranın alfasını taparam. Oranın alfasını tapmaq olar. Bundan qonşularını tapmaq olar. Buranın alfasını tapsam. Buradan bura kimi məsafəm nədir? 4. Çünki 2 buradır. 2 də aşağı. Buradan bura kimi məsafə nədir? 4. 45 dərəcə -1-ə gəlir. İndi düsturdan baxaq. K bərabərdir. Y2 çıx Y1. X2 çıx X1 bərabərdir. Y2 nədir? -2. -2. Bax, elə bir ki, bu Y2-dir. Bu X2-dir. Bu Y1-dir. Bu X1-dir. -2 çıx 2 böl 2 üstə gəl 2. -4 böl 4. Bu da elədir -1. Görürsən, yəni. Həm şəkil yolundan, həm də bu formada düstur yolundan tapmaq olur bu sualı. Aydın oldu yəqin ki. Şəkil yolundan həmin fiqurun sahəsini istəyə bilər. Ona görə şəkil yolu mütləq dərəcədə öyrənməyə çalışın. Çoxhədlinin dərəcəsini tapın. Çoxhədlinin dərəcəsi, uşaqlar, İçərisində olan ən böyük bir həddin dərəcəsidir. Burada 6-ya baxın. Ən böyük bir həddin dərəcəsi. Burada elə cavab E variantı. 42-də A üstə gəlinsin. 3B bərabərdir. Çarpaz vururam bunu buna. 3A çıx 3B. Keçirəm bu tərəfə. -2A bərabərdir. -6B. A bərabərdir 3B. A-nı tapdıq 3B. Gətirib A-nın yeni 3B qoyuram. 3B-dən B çıxanda 2B bölünsün B. Getdi, cavab qaldı 2C variantı. Tənlinin köklərinin fərqinin modulunu tapın. Aha. Tənliyi həll eləməyə çalışaq. Hər tərəfi x kvadratına vururam. X kvadratlar gedir, qalır 6 çıx. X kvadratdan x gedir, qalır x-in özü bərabər x kvadrat. X kvadrat üstə gəl x çıx 6 bərabərdir 0. Köklərin aslı 2, 3. 2 -3. Çünki cəmi nə olmalıdır? -1, hasılı isə -6. Köklərin fərqinin modulunu tapın deyir. Modulda 2 çıxılsın, -3 belə deyə cavab eləyir 5. B variantı. K-nın hansı qiymət tənlə sistemi yeganə həlli var? Yeganə həllin olması üçün nə idi şərtimiz? 6 bölünsün y. Deməli, bərabər deyil, 6 bölünsün 9-a. Şərt belə idi də. Düzdür mü?
Yeganə həllin olması üçün deməli sonsuz sayda həlli yoxdur. Bərabər deyil belədir. 6 6 36 bərabər 9 vurulsun k bərabər deyil. K bərabər deyil. 4-ə C variantı. 45-də ABC üçbucağında bucaq ABYD-yə bərabər gözəl. AD 4 hər şey verib EC-ni soruşur bizdən. Oxşarlıq quraq. Bura bir alfa yazıram. Burada alfadır. Bura bir fi yazıram. Fi ortaqdır. Bura bir beta yazıram. Onda burada hökmən beta olur. Məndən EC-ni istəyir. EC x-i göstərib onsuz. Deməli, böyük üçbucaqda, üçbucaq elə bil ki, ABC-də alfanın qarşısında. Alfanın qarşısında hansıdır? Dedi, o xəttdən göstərim. Bu. Alfanın qarşısındakı. Deməli, 6 plus x-in kiçik üçbucaqda alfanın qarşısında 8-ə nisbəti bərabərdir. Böyük üçbucaqda betanın qarşısındakı 4 üstə 8 və o söhbət bundan gedir. 4 üstə 8 12-nin kiçik üçbucaqda betanın qarşısındakı 6-ya nisbəti. İxtisar getsə 1 2 qala 2 kere 8 16 6 plus x bərabərdir 16 x də bərabərdir 10. Cavab olur D variantı. Bərabərsin ən böyük tam həllini tapın. Deməli 6x çıx 19 kiçikdir 3x üstə gəl 3 çıx x. 6x çıx 19 kiçikdir 2x üstə gəl 3. 4x kiçikdir 20 2'ye x de kiçikdir 5 tam onda 5 eləyir mi? Bəli 5 tam onda 5. Bərabər söyləyək ən böyük tam həllini tapın 5. D variantı. Mərkəzi koordinat başlanğıcı olan homotetriyada 2-3 nöqtəsi 6-9 nöqtəsi çevrilərsə homotetriya əmsalını tapın. Deməli mərkəzi koordinat başlanğıcında A 0 0. Homotetriyada A O nöqtəsi, onu qoymayaq, M nöqtəsi qoyaq, mərkəzi tutam ki budur. A 2 3 deyir ki nöqtəsi B 6 9 nöqtəsinə çevrilirsə homotetriya əmsalını tapın. Homotetriyada belə bir şeydir də bax. Sizə belə bir şey deyim mən. Homotetriyanın gəlin üstə anladım, sonra bunu böyüdərik. Bunu bura qoyaq. Homotetriya bu deməkdir. Məsələn, tutalım ki çevre üzərindən getməyik. Üçbucaq üzərindən gedər, daha rahat şəkildə görə biləsiniz deyə deyirəm bunu. Bunu biraz fıradaq belə. Belə fıradaq, belə daha yaxşı olar məncə. Bunu bir dənə köçürək. Yapışdır. Bunu belə qoyaq. Bir dəqiqə. Bir dəqiqə mövzu biraz asat mövzu deyil. Oxşarlıqdadır. Ən çox demək olar ki 10-cu sinifdə toxunulan mövzudur bu. Bax elə bil ki burada bir nöqtə götürürsən. Məsələn burada bir nöqtəmiz var. Tutalım ki mərkəzi bu nöqtədir. Məsələn M nöqtəsi. Buradan işıq salırsan. Bu işıq tutalım ki buradan keçir, gəlir, buradan belə gedir. Fikrim çatdı sizə. Məsələn buradan bura kimi bu işıq tutalım ki məsələn bu işığın məsafəsi 2 metrdirsə bunun buradan məsafəni məsələn 2 metr olmaq səbəbi var da. Tutalım ki məsələn bu bir dənə işıq məsələn belə keçirirsən, tutalım ki belə keçirdik məsələn. Bir dəqiqə göstərəcəm. Biraz şəkil uyğunsuzluq yaradır. Belə eləyək. Bunu böyüdək biraz. Aha. Bax bu formadır da elə bir ki belə bir şeydir. İkincisi də buradan bir dənə xətt keçirirsən, gəlir yenə üçbucağın bu təpə nöqtəsindən belə bir şey keçir elə bir ki budur. Bax homotetriya bu deməkdir. Elə bir ki buradan bura kimi məsafə 2 vahiddirsə, homotetriya əmsalı məsələn k bərabər 3-dürsə,
Buradan bura kimi məsafə 6 olur. 2-yə vurursan. Aydın oldu. Məsələn, buradan bura kimi məsafə tutalım ki 4-dürsə, buradan bura kimi məsafə 3-ə vurursan 12 olur. Bu qaydada gedir. Yəni homotetiya bu deməkdir. Bu K əmsalı birdən böyük olan şərtində böyüyür. Amma K əmsalı birdən sıfırın arasında olsa kiçiləcək. Çünki böyük bucaq geriyə düşür. Bu qabağa düşür. Böyük bucaq da geridə də kiçik olur. Sadəcə işıq elə bir ki fizikadan məsələn deyilən kimi o səpici linza, toplayıcı linza məsələləri kimi eyni bir şeydir. İndi bu nöqtələrdən göstərilən homotetiyada burada nətərdir? Eyni yanaşmadır. Sadəcə burada artıq şəkil çəkmirik. Amma nöqtə ilə gedən homotetiyada M00 yəni koordinat başlanğıcı homotetiyada 2-3 nöqtəsi 6-9 nöqtəsinə çevrilir. 2-dən 0-ı çıxıram, 2. Vururam K-ya, bərabər eləyirəm. 6-dan 0-ı çıxıram, koordinat başlanğıcını 6 eləyir. K bərabər 3. Digərinə də baxsam, bax, 3-dən 0-ı çıxanda 3. K-ya vurub 9-dan 0-ı çıxsam 9. Həqiqətən K hər iki vəziyyətdə 3 olur. Homotetiya bu deməkdir. Sonra gəldik 48-ə. Kx kvadrat çıxı 12x üstəyə k üstəyə 3 bərabər 0 kvadrat tənliyinin kökləri hasili 2-yə bərabər. Kökləri hasili nədir? K üstəgəl 3-ün k-ya bölünməsi. Düzdür, elə bir ki ax kvadrat üstəgəlsin bx üstəgəlsin c bərabər 0 tənliyinin köklərinin hasili mənfi köklərinin hasili. Deməli c bölünsün a idi. Köklərinin cəmi mənfi b bölünsün a olur. Burada da eyni şeydir də. K plus 3 deyilir ki bir c ədədir. Nəyə bərabər? 2-yə. K plus 3 2k. K nədir? 3. Bu tənliyin köklərinin kubları cəmini soruşur. Köklərinin cəminin kubunu yox, kubları cəmini. Bax belə deyək, x1 kubu üstəgəl x2 kubu. Kubları cəmini istəyir. Bunun açılışı belədir. x1 plus x2 x1 kvadrat çıx x1 x2 üstəgəl x2'nin kvadratı bərabərdir. Və K-nı tapmışıq. İndi K-nı tapmışıqsa K-nı nə tapdıq? 3 tapdıq da. Elə deyil. Bir yazım. Böl K bərabərdir 2. K plus 3 bərabərdir 2K. K3. Bəli. K-nı tapdıq 3. Gətirib K-nı yerinə qoyaq. Kvadrat tənliyə baxaq. 2x kvadrat çıx 12x üstəgəl 5 bərabərdir 0. İndi tənliyin köklərinin cəmi nədir? x1 plus x2 6'dır. 6'dır. Hasili x1 vur x2 5 böl 2'dir. Gətirib nə tapmışam yerinə qoyuram. 6 vurulsun. x1 kvadrat üstəgəl x2 kvadratı tapmaq üçün bu ifadəni kvadrata yüksəldirəm. Olur x1 kvadrat, x2 kvadrat, 2x1, x2 bərabər 36. x1 üstəgəl x2'nin kvadratları 36 çıxılsın. 5, 31. 31 çıxılsın. x1, x2 nədir? 2 tam onda 5. 31'dən 2 tam onda 5 çıxanda 28 tam onda 5 düzdür mü? Bəli. 28 tam onda 5'i də vuraq 6'ya. 6 kere 5 30. 6 kere 8 48 51. 6 kere 5 30. 6 kere 8 48 51. 6 kere 2 30. 6 kere 8 kublar cəmisi. 6 kere 8 deməli. 6 kere 5 30. 6 kere 8 48 51. 6 kere 2 12 17 171. Vəssalam. 171. Burada nə deyir? Oturacağı kvadrat olan düzbucaqlı paralelepipedin bir təpədən çıxan tillərinin cəmi 20 santimetrdir. Oturacağı kvadratdır.
A, C nisbəti bir təpədən çıxan tillərin cəmi. Bir təpədən çıxan tillər hansılardır? Biri budur. Biri budur. Biri də bu. Düzdür. Bunların cəmi nədir? 20. Bunlar ad. Yəni A üstəgəl A üstəgəl C bərabərdir 20-yə. A-nı verib K kimi, C-ni verib 2K kimi yerinə qoyuram. K üstəgəl K üstəgəl 2K. 20. 4K bərabərdir 20-yə, K bərabərdir 5-ə. K-nı tapdıq 5. Paralelipedin tam səthinin sahəsi. K 5-dirsə, K 5-dirsə, bura eləyir 10, buraya bir hündürlük eləyir 10, 5, 5. Tam səthin sahəsi S bərabərdir 2 vur, 5 kere 5, 25. 2 dənədir. Üstə gəl 2 vur, 50, üstə gəl 2 vur, 50. Deməli 50 üstə gəlinsin 200. Cavab 250. 50-də Y bərabərdir 3x çıx 4 xətlərin kəsişmə nöqtəsindən keçən düz xəttinə paralel düz xəttin tənliyini yazın. Yenə də bir dənə şəkil çəkməyə bir cəhd eləyək, görək bizdən nə istəyir. Məncə şəkil çəksək daha yaxşı olar. Deməli 3x çıxılsın 4 və düz xətlərin kəsişmə nöqtəsindən keçən. Düz xətlərin ümumiyyətlə kəsişmə nöqtəsi deyirsə, y-lər bir-birinə bərabərdir. Fikirləş ki, bax, məsələn, bu düz xətlər kəsişir. Kəsişdiyi nöqtə bura deyil. Bura y-lə x-lar bərabərdir. Bildinizmi? Ona görə bərabərləşdirirəm bunu. Səbəb odur. İndi bərabərdir x plus 2-yə. 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. X-i tapdıq 3. Y də bərabərdir 5. Elə bir şey, kəsişdikləri nöqtə. X-in 3-ü, Y-in 5-idir. Fikrim çatdı da sizə, kəsişdikləri nöqtə buradır. Kəsişmə nöqtəsindən keçən və Y bərabər 2x düz xəttinə paralel olan düz xəttin tənliyini yazın. Aha. Elə bir ki, Y bərabərdir kx plus b-dir. Paraleldirsə bucaq əmsallara bərabərdir. Elə bir ki, məsələn, tutalım ki, Y bərabərdir 2x düz xətdir. Tutalım ki deyirəm. Amma məsələn 3 versən 6 olmur. Bax 3 verəndə 6 olur. Bax məsələn tutalım ki y bərabər 2x düz xətti budur. Nəyim dəqiq bunu düzləşdirək. Belə. Bax fikirləş y bərabər 2x, bu y bərabərdir 2x düz xəttidir. Paralel olan deyir. Paralel olan deyirsə, bu birisi düz xəttdə, bunu silək artıq, buna ehtiyac yoxdur. O birisi düz xətti isə, belə keçən düz xəttdə, yəni bucaq əmsallara bərabər olmalı axı. Düzdür. Paralel deyirsə, qırmızı xətt, bu qırmızı xəttdə, yaşıl xəttdə paralel. Paralel isə bucaq əmsallara bərabər. Bucaq əmsallarda bəli K-ları bərabərdə K1 K2-yə bərabər olur. K-lar bərabərdirsə elə ki bu Y bərabərdir 2x üstə gəlinsin B-dir. 2x üstə gəlinsin B-dirsə sildim oranı. Biz nə tapmışdıq? Deməli 3x çıxılsın 4 bərabərdir x plus 2-yə, 2x bərabərdir 6, x bərabərdir 3 tapmışdıq. X-i 3 tapmışdıq. Bunun x-i 3'dür. Aydın. Hə 3 5'dir də tapmışıq, yazmışam o şəkil üstünə qurmuşam yoxsa. Hə. X 3 y 5 gətirib yerinə qoyuram. X-i 3, y isə 5'i gətirib yerinə qoyuram burada. 5 bərabər 2-nin 3'ə vuranda 6 üstə gəlsin B. B oldu nə? Mənfi 1. B mənfi 1 üçün də y bərabərdir 2x çıx nə? 1. Elə bir ki B doldu bu, bura. Buranı görürsən, bura doldu. Mənfi 1. Düz xəttin tənliyi oldu belə. Y bərabərdir 2x çıxılsın 1. Çox qəşəng bir sualdır. Əsl demək olar ki 9-10. sinifə gedəsi bir sual tipidir. 8 üçün çətin olar məncə bu sual. Belə. Əla sınaq idi, həqiqətən mükəmməl sınaq idi. Yazan müəlliflərə təşəkkürlərimi bildirirəm. Sağ olun uşaqlar, uğurlar sizə.